Oğlumun doğum gününə hazırlaşırıq part 1. Adəmlə birlikdə hazırlaşdıq, evdən çıxdıq, avtobusa minib yollandıq İçəri şəhərə. İçəri şəhərə çatandan sonra gördüm ki, mən artıq gecişəcəm. Yoldaşıma dedim, o getdi, paylama şokoladlar hazırlatmışdım, onları götürdü və biz artıq burada görüşdük. Mən burada götürdüm şokoladlara baxdım və hər birini çox bəyəndim. O qədər gözəl hazırlamışdılar ki, səhifəmi aşağıda qeyd eləyəcəm sizlər üçün. İstəsəz keçid edib baxa bilərsiniz. Burada yemək yeyirik. Daha sonra Adəmlə atası birlikdə gedirlər, pişiklə oynayırlar. Adəm hədsiz çox sevir pişikləri. Daha sonra mən gəlirəm 28 mayda belə bir mağaza var idi. Şar aldım, bəzi dekorlar və s. bunlar çatışmırdı, onları aldım ki, məkanı bəziyim. Daha sonra burada gəldik, bir balaca oturduq, istirahət elədik və artıq İçəri şəhərdəyik, parkda oturduq, yoldaşımı gözlədik və yoldaşım gələndən sonra artıq avtobusa minib gün sonunu belə bağladıq.